Birinizi xoş gördük, hörmətli kanal izləyicilərimiz. Bugün sizi möhtəşəm, əsil, şəxsi tikili bağ evi deyərdim. Təqdimatındayam. 3 mərtəbəli, 6 otaqdan ibarət, gördüyünüz kimi illərin evi, oturmuş evin təqdimatı. 6 sot torpaq sahəsində inşa olunub. Həyətyanı sahəsinə 4 avtomobil daxil olur. Bağ hissəsini göstərim sizə. Müxtəlif növ bar verən meyvə ağaclarının hər birisindən demək olar ki, var. Gözəl bağ sahəsi, istəyirdinizsə bağ sahəsi olsun, istirahət üçün. Yaz aydı, ağaclar gördüyünüz kimi gül-çiçək açıb və evimizin yan tərəfinə gördüyünüz kimi söhbətgahı, baseynisi, bir sözlə əsl bağ evi. Hörmətli izləyicilərim, burada gördüyünüz baseyn sistemidir. Evin 4 dövrəmə hər tərəfinə fırlanmaq olur, əşyasız satılır. Qiymət də gözəl qiymətdir. Bugünkü gün üçün burada torpağın bir sotu 20.000 manata təklif olunur. Burası söhbətgahdır. Evin arxasına, digər yanına da keçmək olur. Keçək irəliləyən digər hissələr təqdimatına. Videomuz uzun çəkə bilər. Çünki əgər sizə bilirəm ki, maraqlıdır, diqqətlə izləyin. Sənəd mülkiyyət çıxarışdır. Notarial qayda asan xidmət səviyyəsində alqı-satqı olunur. Bütün kommunallar var. Təbii ki, yaşayış evdə hər bir şey olmalıdır. Baxın, bura qaraj hissəsidir. Geniş, rahat şəkildə 2 maşınlıq qaraj hissəsi var və bütün evin alt hissəsində belə bir köməkçi sahələr var ki, əgər istəsəniz buranı da ev etmək mümkündür. Burada bir hissədir, ehtiyat süçəni, 2 kombi, bir sözlə gir yaşa. Bura növbəti köməkçi hissədir və buradan da ki, 2-ci mərtəbəyə qalxmaq üçün, yəni yaşayış sahəsində düşmək üçündür. Mən əsas giriş hissədən girəcəm. Qalxaq evimizin əsas təmir hissəsinin təqdimatına. Gözəl bir evdir, almağa dəyər. Abşeron Oynamaq Sazır qəsəbəsi Yeni Bakı yaşayış kompleksinin tam yaxınlığında giriş hissədə belə bir kuyesi var və təbii ki, bölgü dəhliz vasitəsiydəndir. Gördüyünüz kimi burada da bölgü dəhliz vasitəsindəndir. Birinci mərtəbədə mətbəx, sanitar qovşaq, hamam otağı, adliyeni yerləşir. Yataq otağı və qonaq otağı 2 qapılıdır gördüyünüz kimi. Qonaq otağının maşallah genişliyinə baxın, meydançadır qonaq otağı, çox geniş, tavan hündürlüyü, 3 pəncərəsi var. Yəni otaq o qədər genişdir ki, 3 pəncərəsi var. Həqiqətən də şəxsi ev buna deyilir, məsləhətli, döşəməsi taxta poldu, almaq üçün üstün bir variantdır. Bu hissədən də az öncə göstərmişdim, qaraj hissəsinə düşmək üçün 2-ci mərtəbə qalxan plək hamısı betondur. Bu hissədə evimizin mətbəxi yerləşir. Baxın, əsl geniş mətbəx. Əşyasız satılır. Sadəcə mətbəx, bebli, hamam aksesuarı kombi evdə qalır. Digər həmişə kimdə bütün əşyalar götürüləcək. Geniş, rahat şəkildə stol yerləşir hər birisi. Gözəl bir evdir, almağa dəyər həqiqətən. İstilənmə kombisidir. Bu hissədə gördüyünüz kimi ayrı-ayrı da sanitar qovşağı, hamam otağı, adliyeni yerləşir. Bura sanitar qovşaq. Bura hamam otağıdır. Çox geniş hamam otağı var. Baxın, dəyərli izləyicilər, hər bir şey ayrı-ayrıca qaydasında cütdaşdan inşa olunub. Birinci mərtəbədə yerləşən, yaşayış sahəsində yerləşən yataq otağı. Bura yataq otağıdır, genişdir ölçülər, hər bir ölçülər genişdir, kvadrat sahəsi evimizin böyükdür. Belə deyək də, yaşayışın 2-ci mərtəbəsinə qalxıram. 2-ci mərtəbədə yerləşir 4 yataq otağı. Geniş yenə də dəhliz var, bölgü dəhliz vasitəsindəndir. Bu hissədə yerləşir yataq otağından birincisi. Bu hissədə növbəti yataq otağı, bu hissədə sanitar qovşaq və hamam otağı yerləşir. Yenə də eyni cür aşağıdakı kimi sanitar qovşaq və hamam otağı. Videomuz uzun olduğu üçün hər birinizdən üzr istəyirəm. Çünki tam ətraflı şəkildə çəkib sizə göstərmək istəyirik. Otaqlar genişdir, birbaşa günəş şüası daxil olur. 2-ci mərtəbədə yerləşən 2-ci yataq otağı. Bura 3-cü yataq otağıdır. 2-ci mərtəbədə yerləşən, bu hissədən eyvana çıxışı var, geniş eyvanı var, həyətyanı sahəsinə baxıb. Bilənlər bilir ki, Yeni Bakı yaşayış kompleksində məhəllələr çox genişdir. Yəni, məhəllədə 4-5 maşın yanaşı hərəkət etmək olur. Prestijli ərazidir. Əlaqə nömrəmiz 051 635 1797 nömrəmizə əlaqə saxlayıb daha dolğun məlumat ala bilərsiniz. Evimizin start və qiyməti 265.000 manata təklif olunur. Real müştərilərdən təbii ki, razılaşmaq da olacaq. İzlədiyi üçün hər birinizə təşəkkür edirəm. Kanalımıza abunə olub videoları bəyənməyi unutmayın.